İndiki şəraitdə bütövlükdə regionda yeni bir müharibənin alovlanması nəticə etibarilə qənaətimə görə heç bir tərəfə sərf etmir. Amma təbii İranın əsas təhdid kimi birinci növbədə İranın, daha doğrusu İsrail birinci təhdid kimi İranın nüvə proqramını özünə görür və İrana hər hansı bir formada müdaxilə baş verəcəyini sözün doğrusu indiki şəraitdə ehtimal etmirəm. Yəni ola bilsin ki, hansısa lokal əməliyyatların keçirilməsi mümkün olsa. Amma bununla paralel olaraq İsrailin də Birləşmiş Ştatların da atdığı addımlar var və bu da İranın proksilərin tamamilə sıradan çıxarılmasıdır. Eyni şərtlər Birləşmiş Ştatlar tərəfindən Suriyaya qarşı da sürülüb, irəli sürülüb ki, Suriya ərazisində olan İran proksilərini tamamilə sıradan çıxarılmalıdır. Doğrudur, onların bəzilərinin artıq hansısa formada ciddi təsirləri yoxdur və həm də İrana bağlı olmayan, eyni zamanda Fələstinə bağlı olan Həmas və yaxud Hizbullaha paralel olaraq bağlı olan qruplaşmaların Suriya ərazisindən çıxarılması və onlara qarşı Suriya ərazisində Birləşmiş Ştatların hərbi əməliyyatlar keçirilməsinə imkanın tanınması ilə bağlı Suriya tərəfinə də təkliflər irəli sürüldüyü deməli ortalıqdadır. Bu aspektdən belə bir mənzərə yaranır ki, İsrail və Birləşmiş Ştatlar əslində prosesi paralel şəkildə aparırlar. Danışıqlar məsasında aparılan nüvə enerjisi ilə bağlıdır, daha doğrusu nüvə proqramı ilə bağlıdır, amma masadan kənarda sahədə aparılan isə İranın proksiləri ilə bağlıdır. Elçin bəy, İran həm də başqa bir mövzuya görə narahatdır. Çünki ABŞ həm də Rusiya-Ukrayna müharibəsi ilə bağlı danışıqlarda iştirak edir, müəyyən təşəbbüsləri var. İran isə düşünür ki, bu danışıqlarda Vaşinqton geosiyasi maraqları təmin etmək üçün müəyyən xarakteri sahibdir və ekspertlər düşünürlər ki, İranı həm də çox narahat edən mövzulardan biri budur. Razısınız, yoxsa yox? Prinsip etibarilə fərqli yanaşmalar bu məsələ ilə bağlı ortaya qoymaq olar. İndiki şəraitdə İranla Rusiya arasındakı müttəfiqliyin sadəcə məcburiyyətdən doğan müttəfiq olduğunu düşünürəm. Yəni prinsip etibarilə İran bölgədə çox güclü Rusiya görmək istəmir. Yəni bu müharibədən də nəticə etibarilə Rusiyanın tam qalib çıxmasını arzulamır. Bu aspektdən daha çox İrandan asıllığının qorunub saxlanılması və regionda hələlik İranın bu və ya digər proseslərə müdaxilə etmək imkanlarının qorunub saxlanması kontekstində İran Rusiya ilə münasibətlərinin inkişafını görür. Bu aspektdən yanaşmalarda təbii həqiqət payı var, amma bu həqiqət payı yalnız İranın indiki şəraitdə Rusiya ilə münasibətlərin davam etdirmək niyyətindədir. Yəni prinsip etibarilə əgər müharibə dayanarsa və Birləşmiş Ştatların təşəbbüsləri nəticə verərsə, bu istər-istəməz Birləşmiş Ştatlarla Rusiya münasibətlərini yeni bir müstəviyə çıxara bilər. Qənaətimə görə bu da İranın indiki halda maraqlarına uyğun deyil.